Əziyyət çəkirəm, işləyirəm. Gecəmi gündüzümə qataraq, amma yenə də kasıbam. Axı niyə? Bu sual çox insanın ürəyini yandırır. Sən bütün gücünü verirsən, çalışırsan, amma nəticə gözlədiyin kimi olmur. Bəzən sanki bütün əməklərin boşuna gedir. Bəs səbəb nədir? İslamın cavabı budur. Dünya imtahan yeridir. Zənginlik və yoxsulluq Allahın müəyyən etdiyi qismətdən asılıdır. Bəzən sınaq kimi insan çalışır, amma maddi nəticə dərhal görünmür. Amma bu əziyyətlər, səbir və səmimi çalışmaq axirətdə böyük mükafat gətirə bilər. Qismət yalnız pul və ya sərvət demək deyil. Əsl qismət ruhun rahatlığı, ailənin sağlamlığı, iman və Allahın razılığıdır. Maddi zənginlik isə bəzi hallarda insan üçün sınaq da ola bilər. Quran bunu belə bildirir. Allah heç kəsi onun çalışdığı qədər yük altına qoymaz. O, hər kəsə əlinin çatdığı qədər verir. Bəqərə 286. Deməli səbir et, əziyyət çəkmək boşuna getmir. Dünya mükafatı gecikə bilər, amma Allahın mərhəməti və axirətdəki mükafat sənin zəhmətinin qarşılığını tam verəcək. Kasıblıq və çətinlik sənin zəhmətini əks etdirmir, sadəcə bir sınaqdır. Əsas olan səmimi çalışmaq, səbr etmək və Allahdan yardım diləməkdir. Çünki əsl zənginlik Allahın razılığıdır.